Demək ki, türklər 4-cü, 2-ci minillikdə iki böyük köç dalğasını həyata keçirmişdi. Firidun Cəlilov 4-cü minillikdə baş verən köçlərin nisbətən daha yaxın ərazilərə, 2-ci minillikdən sonra baş verən köçlərin isə daha uzağa doğru baş verdiyini qeyd edir. Mən ümumi, demək, Ürmü nəzəriyyəsinə əsasən türklərin hansı formada köç etməsini göstərdim. Lakin mənim dil kökü ilə bağlı apardığım təhlillər isə göstərir ki, türklərin bundan əvvəlki dönəmlərdə də şərqə qərbə köçləri baş verməsi mümkündür. Türklərin daha əvvəlki dönəmlərdə günümüz Azərbaycan Türkiyə ərazisindən qərbə və şərqə köçlərini deməyə bir neçə səbəb var. Bunlardan birincisi, bilindiyi kimi 12 min il bundan əvvəl buz dövrünün bitməsi ilə havalar istilənməyə başlamışdı və nəticədə buzlaqların şimala doğru çəkilməsi ilə ov heyvanlarının, yəni maralların, keçilərin həmi şimala tərəf, həmi şərqə qərbə doğru geri çəkilən buzlaqları izləmişdilər və nəticədə Xəzər dənizinin həmi şimal tərəfinə, həmi şərq tərəfinə gedən ov heyvanlarını, maralları, keçiləri izləyən türklər 12 min il bundan əvvəl artıq Sibir Altay ərazisinə doğru köçlər etmişdi. 2. Mən dilin kökəni kitabında ilk dilin necə yaranmasının tam təhlilini vermişəm və burada göstərirəm ki, ilk dil Homo sapiens'in yarandığı dönəmdən üzü günümüzə inkişaf edən bir dil olmuşdu. İlk dil iki səsli Sait Samit və Sait Samit'in sağına keçən ikinci kök formasında olan sözlərdən ilk dil 9 baza Samit səs, 4 baza Sait səsdən iki səsli söz kökləri kimi formalaşmışdı. Daha sonra bu iki səsli köklərdən iki səsli kökün birləşməsindən 3-4 səsli yuvalar formalaşmışdı və bu yuvalar daha sonra fərqli dil ailələrinin yaranmasında lüğət bazasını təşkil etmişdi. Və mənim apardığım təhlillər göstərir ki, ilk dil kök dil olmuşdu və o təxminən 100 min ilə 60 min il arasında inkişaf etmişdi. Və 60 min ilə 10 min il arasında bəzi dil ailələrində bəzi sözlər şəkilçiləşmişdi və nəticədə flektiv və iltisaqi dillər formalaşmışdı. Və 10 min ilə 5 min il arasında isə flektiv və iltisaqi dillər biri-birindən ayrılmışdı. Düşünülür ki, ilk insan Homo sapiens Afrika coğrafiyasında var olmuşdu və Homo sapiens ağıllı insan, danışan insan təxminən 100 min il bundan əvvəl günümüz Azərbaycan Anadolu ərazisi ilə Ərəb yarımadasını birləşdirən bir coğrafiyaya gəlmişdi və daha sonra buradan şərqə doğru gedən bir hissə 70 min il bundan əvvəl Çin ərazisinə gəlmişdi. Daha sonraki dönəmdə günümüz Çin ərazisindən üzü şimala doğru qalxan bir qrup 25 min il bundan əvvəl günümüz Sibir Altay ərazisində məskunlaşmışdı. Və aparılan arxeoloji qazıntılar göstərir ki, təxminən 16 min ilə 14 min il arasında insanlar bir neçə köç şəklində Bering boğazını keçərək Amerika materikinə ayaq basmışdı. Və biz bildiyimiz kimi Çin ərazisində Çin-Tibet dilləri kök dillər formasındadır. Demək ki, 100 min il bundan əvvəl Ərəb yarımadası günümüz Anadolu Azərbaycan coğrafiyasını birləşdirən yerdə olan insanlar hələ ki kök dil danışırdı. Və elə bu səbəbdən buradan ayrılan günümüz Çin-Tibet ərazisinə gələn insanlar kök dil danışmağa davam etmişdi. Lakin daha sonraki dönemdə günümüz Türkiye, Azərbaycan, Ərəbistan yarımadasını birləşdirən coğrafiyada olan topluluqlar bəzi sözləri şəkilçiləşdirdiyindən dillərdə şəkilçilərin formalaşması baş vermişdi. Və bu artıq qeyd etdiyim kimi təxminən 60 min ilə 10 min il arasında baş vermişdi. Və bu zaman şəkilçilər sözün əvvəlində və ya sonunda gəlməsi qaydası xüsusi bir qayda deyildi. Mənim apardığım təhlillərə əsasən ehtimal etməliyik ki, təxminən 10 min ilə 5 min il bundan əvvəl şəkilçili dillərdə flektiv dillər ilə iltisaqi dillər fərqlənməyə başladı. Yəni ki, biz flektiv dillər dedikdə şəkilçilər sözün əvvəlində və ya sonunda gələ bilir
iltisaqi dillərdə, şəkilçili dillərdə isə şəkilçilər yalnız sözün sonunda gəlir. Və mənim apardığım təhlillərə əsasən mən müəyyənləşdirirəm ki, flektiv dil olan Hind-Avropa dil ailəsi, yenə flektiv dil olan Hami-Sami dil ailəsi ilə türk dilləri feillərinə görə, isimlərinə görə, şəxs əvəzliyinə görə, saylara, rəqəmlərə görə eyni ortaq söz yuvalarını lüğət bazası kimi istifadə etmişdir. Bu isə onu deməyə əsas verir ki, 1. Türk dili Ural-Altay dilinin alt qrupuna aid olan bir dil deyil. 2. Türk dili müstəqil bir dil ailəsidir. 3. Demək ki, biri-birindən ayrılan dil ailələrində ən son ayrılan 3 dil ailəsi, yəni Proto-Hind-Avropa, Proto-Hami-Sami, Proto-Türk dilləri təxminən 10-cu minilliyə qədər günümüz Türkiyə, Azərbaycan, Ərəbistan yarımadasında yaşayan bir topluluq olmuşdu. Daha sonra təxminən 10-cu minilliklər ətrafında biri-birindən ayrılmışdı. Daha doğrusu Proto-Hami-Samilər Ərəb yarımadasında qalmışdı. Növbəti bir hissə isə ayrılaraq Qaradənizin şimal-qərb hissəsinə köçmüşdü və Xəzər dənizi, Qaradəniz, Ağdəniz, Qırmızı dəniz dairəsində qalan topluluq isə günümüz türklərinin əcdadlarına çevrilmişdi. Və artıq qeyd etdiyim kimi, dil kökü üzrə apardığım təhlillər göstərir ki, demək ki, təxminən 10-cu minillik ətrafına qədər Proto-Hami-Samilər, Proto-Hind-Avropa və Proto-Türklər bir coğrafiyada yaşamışdı və bu 3 proto-əcdadın dili eyni olmuşdu. Mən bunu Dilin Kökəni kitabında şərti olaraq Avro-Türk-Sami dil ailəsi adlandırmışam və daha sonra Proto-Avro-Türk-Sami dil ailəsi Proto-Hind-Avropa, Proto-Hami-Sami və Proto-Türk dil ailəsinə ayrılmışdır. Lakin burada diqqət edəcəyimiz bir məqam var. Belə ki, Hind-Avropa dilləri morfoloji quruluşuna görə flektiv dillərdir. Həmçinin Hami-Sami dilləri flektiv dillərdir. Lakin Türk dilləri iltisaqi, yəni şəkilçili dillərə aid edilir. Yəni Hind-Avropa dillərində, Hami-Sami dillərində şəkilçi sözün əvvəlində və ya sonunda gələ bilərsə, Türk dillərində şəkilçilər mütləq mənada kökün sonuna əlavə edilir. Bu isə onu deməyə əsas verir ki, təxminən 12-ci, 10-cu minilliklər dövründə artıq bir-birindən ayrılan Hind-Avropa dilləri, Hami-Sami dilləri şəkilçiləri flektiv qaydada inkişaf etdirmişdi. Lakin bu dövrdə Türk topluluqlarının bir hissəsi artıq buzulaqların şimala doğru çəkilməsi ilə Xəzərin şimalına doğru və həmçinin Sibir Altaya doğru köç etmişdi. Və bu zaman əsasən Xəzərin şərq tərəfində Mərkəzi Asiyada formalaşmağa başlayan iltisaqi, yəni şəkilçili dil ailələrini formalaşdıran topluluqlarla əlaqədə olmuşdu. Və beləliklə türklərin bir qismi buzulaqların çəkilməsi ilə Xəzərin şərqinə doğru müəyyən köçlər etmişdi və bu türklər bu ərazilərdə formalaşan iltisaqi, şəkilçili dil nümayəndələri ilə birlikdə iltisaqi dillərin inkişafına təkan vermişdi və növbəti köçlər isə artıq Fridun Cəlilovun qeyd etdiyi kimi 4-cü, 2-ci minillikdə baş vermişdi və bu köçlər yalnız bir tərəfli, yəni şərqə doğru olmamışdı. Türklər zaman-zaman qərbə, şərqə köçlər etmişdi və eyni ilə bu və ya digər coğrafi, siyasi, hərbi səbəblərdən şərqdən də qərbə, yəni Orta Asiyadan Ön Asiyaya köçlər etmişdi. Və nəticədə Xəzər dənizinin həm qərb, həm şərq ərazisində yaşayan türklər flektiv dillər olan Hind-Avropa və Hami-Sami dillərindən fərqli olaraq iltisaqi, şəkilçili dil kimi formalaşmışdı. Üçüncü səbəb isə budur ki, biz çatal öyükdə tapılan, skeletlərdə aparılan DNK analizinə əsasən bu insanların əksəriyyətinin haploqruplarının
R1, A, B haplogrupları olduğunu müəyyənləşdirmişik. Türkiyə professoru Necati Dəmir Baykal gölü ətrafında yaşayan insanların da haplogrupunun R1 haplogrupları olduğunu qeyd edir və bu insanların 26 min ildən üzü günümüzə bu ərazilərdə yaşadığını qeyd etmişdir. Və bunun paralelində biz Göbəkli Təpədə olan ilan damğası ilə Baykal gölü ətrafında tapılan ilan rəsmlərinin eyni olduğunu görürük. Həmçinin Sibir Altayda tapılan quş damğası ilə mamont buynuzundan hazırlanmış ana tanrıça heykəlləri ilə digər ana tanrıça heykəllərinin eyniliyini görürük. Və bütün bu dediklərimizi ümumiləşdirəsi olsaq, mən düşünürəm ki, Xəzər dənizi, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsində ilk ata yurtda yaşayan türklər şərqə qərbə doğru köçləri 12-10 min il bundan əvvəl başlamışdı və ilk köçlər Avro-Türk Sami dil ailəsindən ayrılan Hind-Avropalıları və Hami Samiləri flektiv dillər kimi dilini inkişaf etdirmişdirsə, bu türklərdə iltisaqi, şəkilçili dilin formalaşmasına gətirib çıxarmışdı. Və növbəti köçlər isə artıq Firidun Cəlilovun Urmiya nəzəriyyəsində göstərdiyi kimi eramızdan əvvəl 4-cü, 2-ci minillikdə baş vermişdi. Lakin gəlin 5-ci, 4-cü minillikdən üzü günümüzə baş verən məsələlərin təhlilini aparaq. Demək ki, biz müəyyənləşdirdik ki, eramızdan əvvəl 6-cı, 5-ci minillikdən sonra cənubdan Proto-Hami Samilərin əcdadları Şumer ərazisinə gəlir və burada məskunlaşması ilə ön Şumerlər artıq Akkadlarla qarışır və daha sonra Akkad dövləti qurulur. Və həmçinin Subar bəyliyi məcburən üzü yuxarıya doğru, cənuba doğru sıxışır. Və eyni ilə Anadoluya gələn Proto-Hind-Avropalıların gəlməsi nəticəsində artıq Anadolu ərazisinə yayılmış proto-türklər məcburən yenidən Xəzərə, Göyçə gölü, Urmi gölü ərazisinə doğru mərkəzə çəkilməyə məcbur olmuşdur. Və həmçinin bunun paralelində daha sonra 1-ci minillikdə Hurilərin Anadolu ərazisinə gəlməsi türklərin yenidən Göyçə gölü və Urmi gölü ərazisinə çəkilməsinə səbəb olmuşdur. Və bu arada qeyd edim ki, Firidun Cəlilovun Urmi nəzəriyyəsində qeyd edir ki, Hurilərin gəlib Anadolu ərazisində qurduğu dövlətdə mitanlarla, türk boyları ilə əlaqədə birlikdə olması nəticəsində qurulmuşdur. Firidun Cəlilovun 9 bitik kitabında göstərdiyi xəritəyə diqqət edək. Bu xəritədə göründüyü kimi eramızdan əvvəl 4-cü, 2-ci minilliklər arasında cənubdan Samilər üzü yuxarıya, cənuba doğru hərəkət etmiş və proto-türkləri sıxışdırmışdı. Və eyni ilə Qara dənizin şimal-qərbində yaşayan Hind-Avropalıların bir hissəsi Hititlər kimi Anadolu ərazisinə gəlmişdi. Növbəti bir hissə isə Qara dənizin şimalını izləyərək Xəzər dənizinin şərqindən üzü aşağıya enmişdi. Və burada günümüz Əfqanistan ərazisində iki qola ayrılmışdı. Bir hissə buradan Hindistana getmişdi. Növbəti bir hissə isə Bars, Kəngər körfəzi, günümüz İran körfəzi ətrafına gəlib burada məskunlaşmışdı. Və onların günümüz İran körfəzi ətrafına gəlib məskunlaşması eramızdan əvvəl 8-ci əsrə təsadüf edir. Və bundan sonra onlar üzü şimala doğru proto-türkləri sıxışdırmağa başlamışdı. Və günümüz İran körfəzi ətrafında Türk Bars boyu ilə qarışan Hind-Avropalılar daha sonra Bars Türk boylarının adı ilə Bars, Fars adlanmışdı. Və bu Hind-Avropa Türk qarşımı olan Barslar, Farslar daha sonraki dönəmdə Midiya dövlətində üstünlüyü ələ keçirəcəkdir. Midiya dövləti haqqında növbəti söyləşidə geniş danışacağam. Yalnız bunu deməklə kifayətlənək ki, Farsların bu ərazidə hakimiyyəti ələ alması Midiya şahı, hökmdarı Astiyakın
ölümündən sonra Astiaqın qız nəvəsi olan Kirin hakimiyyəti ələ alması və Əhəmənilər dövlətini qurması ilə bağlıdır. Və Firidun Cəllovun tərtib etdiyi xəritədə göstərildiyi kimi Proto-Qafqaz dilli xalqların bir hissəsi Qafqazdan günümüz Anadolu ərazisinə hərəkət etmişdi və burada onlar Huri və daha sonra Urartu dövlətlərini qurmuşdu. Firidun Cəllov Hurilərin Türk Mitan boyları ilə birlikdə bu dövləti qurduğunu 9 bitik kitabında geniş formada göstərmişdi.